Hoş geldin. Allah bir. Sonra fırına biz sen bize. Teşekkür ederim zaten. Teşekkür ederim. Əlbəttə gəlin yaxınlaşın İlhana müəllimə bir cürəyə gəlin. Hər birinizdən İlhana müəllimə ürəkdən almışlamağınızı istəyirəm. Sizi sevərlər, hər iki yollar. Valla ben şoktayım. Bizi sayılmamız. Teşekkür ederim hepinize. Allah hamısına razı olsun. Başıma gelmiş. Sağ olun, çok sağ olun. Ana bugün beynəlxalq psixolog günüdür. Siz hamınızı təbrik edirəm psixologiya sahəsində olanlar. Film çox profesional çəkilir. Amma İlham xanımın həyatı hələ seriallar çəkilir. Yəni həyatın ancaq pedaqoji hissəsi burada əksini tapır. İlham xanımla mənim tanışlığım, dostluğum 30 il keçir. Yəni onun həyat yoldaşı mənim. Bir yerdə işləmişik, hamımız tanıyırsınız yəqin. Fahir Pişəmoğlu, Nakan Rus şairi, Nakan şair. Və elə şairlər də düzdür. Şairlər Allah Taala tərəfindən göndərilmiş adamlardır, onlara ruh verilir. Ancaq o davam etdirmək üçün ailə həyatında da gərək ruhlar toqquşa, eyni ola, yəni bir-birini itələməyən və İlham xanım da elə adamlardandır. İndi onu təhlil eləməyə uzun bir vaxt lazımdır. Bu mənada İlham xanım yəni çox fədakar pedaqoq, çox fədakar ailə, həyat yoldaşı olub və eyni zamanda da İlham xanımın həm iş yoldaşları, həm onun əqidə yoldaşları hansını orada dayandırıb o jurnalist hansını soruşsaydın, ondan da yaxşı sözlər deyəcəkdilər. Yəni, mən inanmıram ki, kimsə təsadüf adam, yəni onu tanıyan təsadüf adam çıxa deyək ki, yəni əks bir söz söylüyor. Yəni, ona mən inanmıram. Ona görə də bir də bilməm, mənə deyirlər Abdülcür martda olmalıydı. Martda matəm günü olduğuna görə İlham müəllimə qeyd eləmədi. Çox danışan İlham xanımı təbrik edirəm Abdülcür münasibətilə də. İlham xanım həyatda ruhən hər şeyə nail olub. Ola bilsin, çatışmazlıqlar da var, amma hər şeyə nail olub. Yəni, hər bir xoş sözə o adamın ünvanına yarayır, hər xoş söz. Mən də kövrəldim. Biraz üzə xəstəydim, gəlmək istəyirəm, amma İlham adlı işdən kimi gəldim. Bu da bizim elə yaxınlığımızdır. Təbrik edirəm, sağ olun. Sağ olun. Ki, dəvət elədiniz. Çox sağ olun, təşəkkür ederim. Özünüzlə tanış edin, tələbələrinizdən, bilsinlər sizlər kimlərsiniz. Mən Qasımlı Zahid. Oğlum, nətər təqdim edim. Mən də pedaqoqam, mən də filoloqam. Bilmirəm, hekayələrində çıxıb, bəlkə də oxumusunuz. Mən həm müəllim işləmişəm, həm jurnalist. Yəni, paralel jurnalistikanın bizim universitetdə, o vaxtın institutda cildi jurnalistika məktəbi var, onu da bitirmişəm. Orta məktəbədə dərs demişəm, peşəmədə dərs demişəm, sonra Səda qəzeti var idi burada. Orada elə Fahirlə də orada biz yaxınlaşdıq. Sonra beynəlxalq təşkilatda Qızıl Para və Qızıl Xaç Cəmiyyətləri Federasiyasının regional üzrə koordinat olmuşam, 27 rayonun mərkəz Mingəçeviri olub. Və Mingəçeviri bələdiyyəsinə seçilmişəm 2005-ci ildən. 3 dəfə bələdiyyə üzrə seçilmişəm. Hal-hazırda bələdiyyədə işləyirəm, amma üzv kimi yox, bələdiyyə qulluqçusu kimi. Sağ ol. Allah köməyiniz olsun, Allah razı olsun. İlham müəllimə haqqında çox danışmaq olar. Çünki İlham müəllimə ilə məndən qabaq çıxış edən Zahid müəllim demişkən, mən də 25 ildən artıq ki, İlham müəlliməni tanıyıram. Bu mənim həyatımın ən xoş, ən gözəl günlərindən bugünkü gün
gözəl günlərdən biri olaraq qalır və qalacaq. Çünki biz İlham müəllimə ilə bir institutda, bir kafedrada, bir necə deyirlər, yaxın olan bir fənləri bölüşmüşük. Pedaqogika və psixologiya. Bilirsiniz ki, bu ikisi bir-birindən çox yaxındır. Amma mən İlham müəlliməni tək necə deyirlər, müəllim yoldaşı kimi yox. Ailəmizin hamısının yaxın sirdaşı, dostu, necə deyirlər, rəfiqəsi kimi biz İlham müəllimə ilə olmuşuq. Ən çətin məqamında İlham müəllimə mənim ən yaxın, necə deyirlər, həmdəmim, sirdaşım olub. Bugün İlham müəllim haqqında çox danışmaq olar, vaxtınızı çox almıram. Yəni İlham müəllimin həyatında biz 10 dəqiqəlik bir çıxışa, məncə buna günlərlə, saatlarla vaxt lazımdır ki, biz qulaq asaq İlham müəllimə haqqında. Amma mənim üçün bugün o qədər xoş oldu, həddindən artıq bir sürpriz oldu. Əslində mən bura gəlməyimin heç səbəbini də bilmirdim. Sadəcə bura gələndə o qədər sevindim ki, elə bil ki, özümün, necə deyərlər, 10 il bundan qabağı yox, ondan qabaqki günləri gözümün qarşısına qaldım. İlham müəllimə, mən sizi ürəkdən təbrik edirəm. Hər şeyə görə təşəkkür edirəm. Çünki yenə deyirəm, siz mənim ən yaxın rəfiqəm, müəlliməm, necə deyərlər, yoldaşım olmusunuz. Tək mənim yox, yenə də deyirəm, bütün ailəmizin sevimlisi olmusunuz. Bugün sizi həm ad gününüz münasibəti ilə, keçmiş də olsa, həm psixoloq günü münasibəti ilə ürəkdən təbrik edirəm. Çox təşəkkür edirəm. Siz bundan da gözəl hər şeyə layiqsiniz. Minnətdaram. Siz mənim dəyərli dostlarımın cərgəsindəsiniz. Çox sağ olun. Vallahi mən söz tapmıram deməyə. Mən özümlə doldum. Çox sağ olun. Özümlə doldum. Yəni bizim gençliğimiz gelirdi. İndi də qoca dünya. Buyurun İmmana. Allah köməyin olsun Cavit müəllim. Çox sevildim hələ bura gəlməyə. 5 ilə yaxındır mən İlham müəlliməni tanıyıram. Gənclər evində tədbirlərdə olub, pastayanlar. Bu qadına çox belə yaxşı mənada belə həsid aparıram da. Allah buna qüvvət versin. Allah buna arxa dursun, sağlamlıq versin. Amin. Çox yaxşı, çox yaxşı. Var olasın. Allah köməyiniz olsun. Arada WhatsApp'da da danışırsınız. Bəli, həmişə danışırıq, həmişə məsləhətləşirəm. Allah kömək olsun, Allah yar olsun ona. Allah köməyiniz olsun. Sağlamlıq arzulayıram, əsas sağlamlıq. Sənə qurban. Biz şəhid ailələrinə çox dəstək olduq. Oğuzun adını da deyin İmmana, qoyun Mən xatirə. şəhid Elmar İbrahimovun anasıyam. Elmar şəhid olan günündən o bizim evə pastiyani gəlib. Mən onu heç unutmuram. Var olasın. Allah Sağ köməyiniz olun. olsun. Can sağlığı arzulayıram oğlum. Can sağlığı. Hamısıyla yaxınam, amma İlmi xanımdan ürək dostum. Sələm. Həmişə bölüşürük. Yəni ona xüsusi hörmətim var. Hamımızın dəyərlisidir. İlham müəllim, bizim özümüz tərbiyələyimə demiş, doğrudan da bu günləri xoş mənada təəccübləndik. Doğrudan da bu qısa metrajlı bir filmə baxanda, yəni illərlə ötən keçən anlar yada düşdü. Və burada mən doğma insanları sima olaraq gördüm. O anlara özümdə qayıtdım. Və sizin necə gözəl, onsuz da belə deyək, xoş günlərə vasitəçi olduğunuzu, səbəbkar olduğunuzu bilirdik. Bir daha da bunu görmək, yəni tələbələrə bunun çatdırılması da çox gözəl bir təşəbbüsdür. İlham müəllimə, siz yol göstərən insansınız və mənim həyatımda da sizin xüsusi iziniz var. Və mən bunu heç unutmayacağam. 2007-ci ildə mən magistra girməyimin səbəbkarı sizsiz. Yəni siz dəstək olmasaydınız, bəlkə də mən Bakıya getməzdim və bu nailiyyəti əldə etməzdim. Və uğurlarımda yəni sizin də imzanız var. Yəni çox xoşdur. Mənə də çox xoşdur. Burada Dəyərli dostumuz da Aygüncüm, bizim kollecdə ən nümunəvi, ən yaxşı, ən savadlı müəllimlərimizdən. Təşəkkür edirəm. Çox sağ olun. Mən də öz növbəmdə hər kəsi salamlayıram və ilk öncə bu təşəbbüsü irəli sürən hər kəsə, burada əmək olan hər kəsə Cavit müəllim günlərlə təşəkkür edirəm ki, gözəl şairimizin də dediyi kimi sağlığında gərək qiymət verək insanlara. İnsan dünyadan köçəndən sonra arxasınca o qədər xoş sözlər danışılır ki, yəni hamı düşünür ki, bir növ arxadan atılan daş topuğa dəyər məsələsi ona bənzəyir. Mən bugün çox qürur duyuram ki, belə bir müəllimin tələbəsiyəm.
ondan ilhamlanmışıq, onun məktəbindən keçmişəm. Həqiqətən də İlhamə müəllimə bir növ ömrün günəşidir. Yəni kainatın günəşini Allah bir var cisim olaraq yaradır, bir də var ruhən, mənən yaradır ki, o günəş bütün dünyaya işıq saçır, amma müəyyən məqamlarda qaranlıqları işıqlandırmaq onun gücü yetməyən bir şeylər olur ki, o gücü İlhamə müəllimin timsalında belə gözəl ürəkli, gözəl qəlbli analarımıza, müəllimlərimizə verir. Şükür edirəm hər halımla ki, nə yaxşı yolum İlhamə müəllimdən keçib və siz də əminəm ki, bütün gənclik olaraq nə qədər ki İlhamə müəllim məktəbindən qidalanmısınız, bəhrələnmisiniz, həmişə onun nurundan, ziyasından hər birinizin ömrü işıqlanacaq. İlhamə müəllimi Allah verdiyi ömrü sağlam yaşamağı arzu edirəm. Ən birincisi sağlamlıqdır bu həyatda. Çünki sağlamlıq olanda bütün çətinliklər bizim üçün aşılan olur. Çox danışmaq olar, bütün fikirlərə qarışıram, qatılıram, üzr istəyirəm, həyəcanıma verin. Həqiqətən də danışdıqca danışmaq olar, kitablarca söz demək olar İlhamə müəllim haqqında, amma hər şeyin ən gözəlindən onun ömrünə pay düşməsini arzu edirəm ki, hər zaman belə ziyasından daha neçə könüllərə şəfəq salsın inşallah. Mən xoş bilirəm ki, bugün Günel haqqında balaca bir informasiya verim. Günel mənim qürur duyduğum tələbələrdəndir. Oğuzda ibtidai sinif müəllimidir, amma akademiyanı ayağına gətirən qızdır. Milli Elmlər Akademiyasının bir qrup, yəni Uşaq Ədəbiyyatı şöbəsi Oğuz rayonuna Günelin arxasınca gəldi. Niyə? Günel sinifinin uşaqların kitabını ərsəyə gətirdi, hekayələrini. Və şöbəyə çatandan sonra onlarda bir təşəbbüs yarandı. Yəni akademiyanın prezidenti İsa Həbibbəyli dedi ki, biz uşaqların ayağına getməliyik. Yəni şöbənin əməkdaşları gəldilər, o uşaqlarla biz canlı olaraq görüşdük, böyük təmtəraqlı bir tədbir həyata keçirildi. Yəni bizim belə tələbələrimiz var, məzunlarımız var. Qürur yerimdir. Yəni digər tələbələrimə də arzulayıram uğurlar. Yəni uğurlarını tələbələrin birinci mənlə bölüşürlər, elə bu mənə bəsdir. Hər şey çıxmalıyam. O səbəbkar körpü də yenə İlhamə müəllimdir. O kitabın orada bəyənilməsi və akademiyaya çatmasının belə deyək də, yəni vasitəçisi İlhamə müəllimədir. Var olasınız, hər zaman gözəl işlər. Bu günlərin mən xalama öz təşəkkürümü bildirirəm. Bizim həyatımızda o qədər böyük əvəzsiz yol olubdur. Həm maddi, həm mənəvi cəhətdən, bizim təhsilimizdə, bugün bizim ayaq üstə durmamızda hər zaman ana əvəz olub. Mən deyərdim ki, xala yox, ana əvəz olub. Onun haqqından biz heç vaxt ödəyə bilmədik. Mən bugün bu insanlarımla toplaşmağından mən qürur duyuram. Fəxr edirəm ki, belə bir xalam var. Allah səni qorusun. Hepinizi salamlayıram. Bayram mübarək olsun. Çox sağ olun. İlhamə müəllimə çox gözəl insandır həqiqətən. Dəyərli pedaqoq, psixoloq, gözəl qəlb olan, geniş qəlb olan, gözəl ana, gözəl nənə. Həqiqətən o haqqında danışmaq. Bayaq dedilər, serial səhnələr müəllimdir, həqiqətən elədir. Müəllimən 2007-ci ildən tanıyıram, 1-ci kursdan Zat mənim vasitəsindən tanıyıram, 18 ildir. Ancaq xoş sözlər eşitmişik. Bu paposlu sözlər deyil, əzizimizdir, aləmimizin içidir, dostumuzdur. Bundan da böyük, yüksək nailiyyətlər inşallah arzulayıram. Ən əsası can sağlığı arzu edirəm. Allah sizə ailənin, Zat müəllim günün başının üstünə əksik eləməsin. Gözəl illər inşallah çıxasınız, arzulayıram. Var olasınız. İlham müəllim bizim ailənin üzvüdür. Cavid müəllimin qardaşdan ötə dostudur. Yəni biz bəzi işləri də birlikdə həyata keçiririk. Yaxşı ki vardılar. Yəni o böyük layihələr var onların şərtlərlə bağlı. O layihəni birlikdə həyata keçirirlər. Məni də qatıblar. Yəni oradan ki o mənəvi qida alıram, oradan ki mənə böyük savadlar gəlir. Səbəbkarları bunlardır da. Ona görə də mən nə bilim, nə qədər təşəkkür eləsəm bu insanlara azılar. Nöqtəni biz qoymuşuq. Bayaq müəllimə dedik Günel müəllim. Biz nöqtəni qoyuruq hər bir işdə, arxasını siz gətirirsiniz. Yəni siz olmasanız bəlkə bu layihə bu 3 il 4 il getməzdi. Əsas dəstək lazımdır. Bu dəstək ən böyük dəstəkçi siz olmusunuz. Şəhid tədbirlərində, şəhid videolarından ərsəyə gətirib çatdırmasının ən böyük dəstəkçimiz siz olmusunuz. Mən üzr istəyirəm, Zahid müəllim də elə burada olmağından istifadə edirəm, qeyd edirəm ki, bu şəhidlərlə bağlı ilk kitabın da müəllifi Zahid Qasımlı və Faiq İsmailovdur.
Yəni bu işin davamını da bu uşaqlar gətirirlər. Mən həmişə deyirəm ki, elə bir ki, Zahid müəllimlə, Faiq müəllimlə başladığı işin davamını siz gətirirsiniz. Ona görə də bir daha təşəkkür edirəm onlara. Çünki Zahid müəllim də, Faiq müəllim də elə siz yaşda olanda, yəni bu işin başında durmuşdu. Böyük layihə, böyük iş həyata keçirdilər. Düzdür, növbəti Yəni texnologiya yox idi. Bəli. Qələm kağız. Qələm kağız, yəni ən çətin dövrlər elədi, sizin dövrünüz idi. 92-93. Mən hala kitablardan da istifadə edirik həmişə. Həmişə də əlinizdə də o kitablar. Ona görə də bir daha sizə təşəkkür edirəm. O iş davam etdirəcəksiniz. Şəhidimizin əziz əmanəti. İlhamə məndən mənim birinci kursdan məzun olub. Ondan sonra da həmin vaxtlarda tək mənə yox, bütün sinifimizə, bütün sevgisini göstərmişdi. Ondan sonra da mən başıma gələn o şeylərdən sonra da ən birinci yanımda olan, ilk yanımda olan həm müəllim kimi, həm dost kimi, həm bacı kimi yanımda olan yeganə insan o oldu. Mən İlhamə müəlliməni çox istəyirəm. Yəni bizim üçün dəyərlidir. Bütün universitetimiz üçün dəyərlidir. O bizim dəyərli şəhidimizin bacısıdır, şəhidimizin əmanətidir. Həmişə gözümüzün üstündə yer var. Nə qədər həyatdayam, nəfəsim var. Mən həmişə xəyallərin yanında olmağa çalışırsam. Necə ki, indiyə qədər Günelin yanında olmuşam. Sağ olun. Yaxşı ki varsınız. Hər birinizə xoş gəldik. Bugün Dünya Psixoloqlar günüdür. Mən həyatımda 2 psixoloq tanıyıram. Birincisi İlhamə müəllimədir. Xüsusi bir yeri var məndə. Digəri Günel müəllim olub. Sizi də təbrik edirəm. Təşəkkür edirəm. Maraqlı bir əhvalat var idi. Mən universitetdə imtahanda 5 sualdan 4-ünü hazır idim, birinə hazır deyil idim. Həmən sualı başladım özümdən yazmağa. Halbuki o özümdən yazdıqlarım İlhamə müəllimənin dərsdə dinlədiklərim sözləri idi. Sonra elə oldu ki, müəllimə əlaqə saxladım. Müəllimə dedi ki, əslində ən sevdiyim sualın o sual olmuşdu. Ondan sonra bildim ki, yəni İlhamə müəllimə həm psixologiya sahəsində, həm pedaqogika sahəsində mənə çox toxunub həyatım əslində. Bugün də dərs deyəndə şagirdlərimə hələ də mənə deyirlər ki, müəllimə siz bəlkə də ikinci sənə seçəydiniz, psixoloq ola bilərdiniz. Niyə psixologiyanı bu qədər sevirsiniz? Həyatımda həmişə bu iki insanı nümunə çəkirəm ki, universitetdə təəssüf ki, bütün müəllimləri eyni dərəcədə sevə bilməmişəm, amma İlhamə müəllimə həmişə, hər zaman həyatımda ən gözəl yerlərdə olub. Təbrik edirəm. Allahdan sizə uzun ömür, can sağlığı. Sağ olun. Aytaç bizim uğurlu tələbələrimіздəndir. Yəni Aytaç universitetdə də getdi, Dövlət Universitetində də təhsilini bir müddət davam elətdirdi. Əlaçı tələbələrimizdən olub. Uğurlarını da eşidirəm. İndi də 6 nömrələrdə bizim Sevilmə Xurşud müəllimənin yanındadır. Həmişə maraqlanıram, həmişə də yüksək sözlər eşidirəm. Çox sağ olun. Sağ olun, çox sağ olun. Psixoloqudur. Zəng edib dəvət edən kimi həmən də gəldi. Bir psixoloqun psixoloqu təbrik etməsi daha gözəl idi. Biz təbrik edirik sizin də bayramınız. Xoş gördük hər birinizi də. Mən bir saylı orta məktəbdə psixoloq vəzifəsində çalışıram. Artıq 6 ildir orada çalışıram. Belə deyim, İlhamə müəlliməni mən əyani olaraq, yəni tanımırdım. Tanıyırdım daha doğrusu, yəni belə ünsiyyətimiz yox idi. Günel müəllimə ilə biz həm bir binada böyümüşük, Nailə müəllimə ilə, Günel müəllimə ilə bir binada böyümüşük, bir binada yaşamışıq. İndi də ünsiyyətimiz var. Mən sözün düzü psixologiya fakültəsinə qəbul olanda çox da sevmirdim, istəmirdim. Hətta ixtisasımı dəyişmək belə istəyirdim. Amma həqiqətən də Günel müəllimədən çox dəstək aldım. İşə qəbul olanda çox köməklik elədi mənə Günel müəllimə. Eləcə də mən öz Fəridə müəllimə mənim həm də müəlliməm olub. Yəni ibtidai sinifdə Fəridə müəllimə də mənə dərs deyib. Özüm də bir saylı məktəbi də bitirmişəm. Sonra da o məktəbdə öz mənə dərs deyən müəllimələrlə, Fəridə müəllimə kimi müəllimələrlə çiyin-çiyinə işləmək, bəli, mənim üçün çox qürur verici oldu. Ən çox da sizin haqqınızda, yəni Günel müəllimə mənə deyəndən sonra çox araşdırma elədim. Həqiqətən də sevdim özüm, öz ixtisasımı da, sənətimi də, işimi də. İnşallah sizin yolunuzu da davam elətdirərik. Bugün bizim günümüzdür, sizin gününüzdür. Təbrik eləyirəm. Çox sağ olun. Günel müəlliməyə də çox minnətdaram ki, məni bura dəvət elədi. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun.
Əlvə haqqında yəni biz 19 dəqiqəlik bir film izlədik. Qısa metrajlı oldu. Həqiqətən də biz onun həyatı haqqında çox bir şey bilməmişik. Biz birinci kurs tələbələriyik. Biz birinci kursda ilk İlhamə müəllimə ilə tanış olmuşuq. Demək olar ki, bütün dəstəyimizi bizə ilk olaraq hər şeyi başa salan o idi. Psixologiya dərslərində, mühazirələrdə bizə dərsdən əlavə köməklər olubdu. Biz dərsdən əlavə ən axırıncı 5 dəqiqəmizi, 10 dəqiqəmizi İlhamə müəllimə bizə suallarla yadda qalırdı. Deyirdi ki, hansısa problemləriniz varsa mənə danışın, hansısa bir mövzudan kənar olsun, dərslə bağlı olsun, hər hansı bir çətinliyimiz olsa birinci İlhamə müəllimə sual olaraq soruşurduq. O da bizə sağ olsun, hər cəhətdən bizə dəstək olub. Yəni birinci kurs olmamıza baxmayaraq, hələ təzə tanış olmamıza baxmayaraq bizə çox dəstəklər olub. Biz dediyim kimi qısa metrajlı olaraq izlədik. Biz bu qədərini bilmirdik. Şəhid tədbirlərinə də bizim marağımızı artıran İlhamə müəllimə özü olmuşdur, siz olmuşdunuz. Var olasın. Bəli, sizə bu cəhətdən də təşəkkür edirəm. Yəni çox sağ olun. Çox sağ olun. Biraz həyəcanlıydım. Üzr istəyirsiniz. Bir daha Sağ olun. Bunların pasoqu, xüsusi pasoqu olur. Mən ümumiyyətlə digər qruplardan da nümayəndələr var. Dilçilər başqa olur da, ədəbiyyat sahəsinin adamları başqa olur. Riyaziyyatçılarım da oradadılar, baxırlar. Onlar da sevimli tələbələrimdir. Sağ olun. Çox sağ olun ki, buradasınız, yanımdasınız. Doldurmaq istədim. İlhamə müəllimə, üzr sayın, mən də həyəcanlıyam, ona görə gələ bilmədim. İlhamə müəllimə ilə bizim əslində bizə mühazirə müəllimimiz olub tam olaraq. Yəni seminara İlhamə müəllimə bizdən götürməyib. Amma bunun xaricində ilk dəfə təsadüfən imtahandan Nərgiz müəllimə gəlmədi. İlhamə müəllimə imtahanı götürdü bizdən və bizim tanışlığımız İlhamə müəllimlə bundan sonra başladı. Bundan sonra yəni müxtəlif, daha sonra eyni zamanda şəhid tədbirləri ilə bağlı, tək yəni bu WhatsApp-la bağlı mənim ədəbiyyatla, fəlsəfə ilə maraqlanmağımda, yəni İlhamə müəllimə müxtəlif mənə tövsiyələr verirdi, fikirlər verirdi, yəni hər zaman da yəni dəstəkləyirdi. Yəni onu deyə bilərəm ki, İlhamə müəllimə hər zaman gənclərə dəstək olur, gənclərin inkişafına, yəni istəyir ki, yəni özündən bir parça kimi görür məncə gənclər ki, gənclər daima inkişaf eləsinlər. Yəni gənclərin bəsit olmağı deyil, dərin olmalı. Yəni inkişafın nisbi xarakter daşımağı yox da dərinlikdən doğmağını istəyir. Yəni mən bunu istəmişəm İlhamə müəllimə. Ona görə universitetdən sevdiyim müəllimlərdən biridir. Çox sağ olun, çox təşəkkür edirəm. Hüsniyə bizim universitetin ən fəallarından, həm də dərin düşüncəli, məntiqli. Çünki mütaliəsi zəngindir. Hansı kitabı desəz Hüsniyə oxuyur. Maşallah, uğurlar arzusu. Çox sağ olun. Qoysanlığı özüm edirdim. Deməli, belə başlayaq ki, düşünmək bilirsiniz ki, çətin əsərlərdən biridir. Biraz qabağa gəlin. Ki, belə deyim, çətin sənətlərdən biridir. İlhamə müəllimə bizə keçmişin təhlükəsinə əsir olmaq yerinə, robot olmaq yerinə bizə gələcəyi düzgün istiqamətdə yönətmək üçün əlindən gələn hər bir, belə deyim, bütün gözəllikləri nəsib elədi. Mən İlhamə müəllimənin sayəsində psixoloq işləməyə daha çox meylim artdı. Əslində müəyyən səbəblər var idi ki, mən psixoloq işləmək istəmirdim. Biraz qorxularım, biraz çətinliklərim olduğu üçün hər zaman mənə irəli getməyə, yolumda düzgün addımlamağı tövsiyə edirdi. Cəsur olmağı atamdan öyrəndim, şəhid atamdan öyrəndim. İnsanlara inanmağı, güvənməyi isə İlhamə müəllimədən öyrəndim. Bugün həyatıma qatdığı bütün gözəlliklər üçün, bugün mənim burada psixoloq işləməyim üçün əlindən gələn hər bir şeyi edən yeganə insanlardan biridir ki, İlhamə müəllimə mənim həm atam, həm anam, həm bacım, həm sirdaşım, həm dostumdur. Mən onu dünyalar qədər çox sevirəm. Mən də sizlər kimi həyəcanlıyam. Sizin davamçınız olmaq bir qürur hissidir. Sizi çox sevirik. Bu dünyaya hər insanın bir yaşaması üçün, gəlməsi üçün, bu dünyada var olması üçün bir missiyası vardır. İlhamə müəllimənin də missiyası öyrətməkdir və biz də sizin evladlarınızıq. Nə xoş bizə ki, sizin evladınızıq. Nə xoş bizə ki, İlhamə müəllimədən biz bəhrələndik. Hər zaman bizimlə olun, hər zaman sevilin. Hər birimiz sizə çox dəyər veririk. Sağ olun. Ürəyəşki vaxtdır. Bu arada baxıram ki, hər biriniz İlhamə müəlliməyə çiçək gətirmişsiniz. Amma mən İlhamə müəlliməyə çiçək vermədim. İlhamə müəllimə özü mənə çiçək verdi. Bu da mənim üçün çox xoş bir sürpriz oldu. Var olun müəllimə. Həmişə siz var olun. Cavid müəllim, elə siz özünüz də xalanız haqqında İlhamə müəllimə haqqında bir kəlmə söyləyin. Hər birinizə çox təşəkkür edirəm. Yəni sözümüzü yerə salmadınız, gəldiniz, xüsusilə tələbələr. Bəzi tələbələr də yenə biz çox istəmədik tələbələrə əziyyət verək, həftə sonudur, istirahət edirlər, yəni vaxtlarından sərf edib gəlib burada iştirak elədiklərinə görə
çox təşəkkür edirik. Müəllimələrə təşəkkür edirik. Zahid müəllim başda olmaqla çox sağ olun. Görməyəmə yaxşı nəticələndi, şükür Allaha. Sağ olun. Gizlətməyə çalış. Bugün səhər deyir ki, bugün psixoloqlar günüdür. Deyirəm, təbrik edirəm. Xəbəri yoxdur ki, bir neçə gündür hazırlıq gedir. Əgər seçim şansı olsaydı ki, yəni belə deyək də, ana seçimi şansı olsaydı, mən İlhami müəlliməni ana seçərdim. O xaladan ötə ana olub bizim üçün, bacım da qeyd elədi. Yəni, bir ananın eləyə biləcəyindən də artıq bizim üçün can yandırır. Allah ona can sağlığı versin, evimizdən, aləmimizdən, başımızın üstündən əksik eləməsin. Həm təhsilimdə. Mən əvvəlcə namaz öyrədim uşaq yaşlarımdan. Yəni, mənəvi yolda birinci addım atmaq üçün. Yəni, namaz müəllimim xalam olub. Yəni, 2003-cü ildə uşaq vaxtı. Sonraki illərdə də yəni təhsilimdə, ali məktəbə qəbul olmaq, sonra üzr istəyirəm, ali həyat qurmaq. Bugün də evin qayğısı onun çiyinlərindədir. Dua edirəm ki, Allah inşallah onu bizə çox görməsin. Allah inşallah tələbələrinə çox görməsin, xeyir işlərini davam elətdirsin. Püram mənim də bəyə qeyd elədi, əsas da şəhid layihəmizdə bizə çox dəstəkdir. İlk şəhid kitabı bizim evdə yazılıb. Allah ruhunu şad eləsin Faiq müəllimin, Zahid müəllimə Allah ömür versin inşallah. Yadıma hətta gəlir, Faiqəm yadıma gəlir, az yaşlı olsam da. Bugün o qayğını xalam uşaqlara verir, Bətulgilə verir, Rızaya verir. Allah inşallah hər birinizdən bir daha razı olsun. Bugün münasibət elə bütün psixoloqları təbrik edirəm. Bura cəmdən müəllimələri də təbrik edirəm. Allah hər birinizdən razı olsun. Nə yaxşı ki varsan, varımızsan. Allah inşallah bu nemətin qədrini bilənlərdən bizlər eyləsin inşallah. Həqiqətən. Mən bugün çox duyğulandım. Mən çoxdan da duyğulanmırdım. Çünki yaşadığımız cəmiyyətdə o qədər belə xoşa gəlməzliklərlə rastlaşırıq ki, insan donub qalır. Yəni, mən gözəl hisslər keçirəndə duyğulandım. Gözəlliyin önündə gözdən düşən bir damla, saflığı ilə dərindir, ən dərin dənizlərdən. Bu Faiq İsmayılovun fikirləridir. Mən də həmişə gözəllik görəndə kövrəlirəm. Bir yaxşılıq eləyəndə, bir kimsə kiməsə yaxşılıq eləyəndə, yəni ondan ruhlanıram. Bugün mənim burada keçmişim var, burada mənim həm də gələcəyim var, burada mənim əməyim var. Yəni bunların hamısı mənim bu günlərim gözümün qarşısından keçdi və sağ olun ki, sizlərin sayəsində əməyimin boşa getmədiyini gördüm. Yəni bir insanın işinə dəyər verəndə insan ruhən ondan qidalanır. Rahatlıq tapır ki, verdiyim əməyin nəticəsini görürəm. Peyğəmbərimiz deyib ki, sizə yaxşılıq eləyənlərə təşəkkür eləyin. Mən qarşımdan heç vaxt təşəkkür gözləmirəm, həmişə Allahımdan gözləmişəm o təşəkkürü. Amma təşəkkür eşidəndə də insanın ürəyi diqqətə gəlir. Bilirsən ki, yəni verdiyin yaxşılığın əvəzini dəyərləndirənlər var. Çox sağ olun, yaxşı ki varsınız. Mən xüsusilə bu günlərim Zahid müəllim buradadır, mən gəncliyimi apardı, yəni ömrümün ən gözəl illərini apardı. Yaxşı ki var, Allah ona bərəkətli ömür versin. Hər ondan rastlaşdıqca mən ən gözəl günlərimə qayıdıram. Bu günlərim dəyərli şəhid ailələrindən. Yəni, İmmi xanım mənim ürəyimin parasıdır. Mən gecə yatanda da Cavid bilir ki, mən onu fikirləşirəm. Bəzən deyirəm, Cavid filan yerə deyir ki, o hər yerə getmir. Yəni, o xanım ölçəyə gəlməz böyük ürəyə malikdir. Yəni, şəhid ailələri çoxdur. Amma o xanım, yəni, bilirsiniz, bəlkə də imanından irəli gəlir. Adam o qədər, yəni, Allaha tapılmış insandır ki, yəni, mən ondan güc alıram. Onunla danışdıqca o qədər pozitiv qadındır, o qədər, yəni, ölçəyə gəlməz bir xanımdır. Yaxşı ki, Allah Taala ona 2 dəfə böyük ziyarəti nəsib eləyib, ümrə ziyarətində olub. Oradan belə bizə dualar eləyib, yəni, o dünyaya dəyər. Sonra xəyələmiz buradadır. Digər tələbələrim, yəni yoldaşlarım, dostlarım, Fərdə müəllimə buradadır, Aytacım buradadır. Yəni, dəyər verdiyim xanımlar buradadılar.
Afət, bir nömrəli məktəbin psixoloqu, bir də tələbələrim, gözəl tələbələrim, dəyərli tələbələrim, sevimli tələbələrim, yaxşı ki varsınız. Mən sizi çox sevirəm. Mən Günələ təşəkkür edirəm. Uzaq məsafədən gəlib, Oğuzdan gəlib. Mən bu günlərimi Aygün müəlliməyə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Günəlim də ki, bir ayrıdır. Günel mənim, yəni, həyatda nə bilim. Mən deyirlər. Güneli mən özümün mənəvi evladım hesab eləmişəm həmişə. Günel mən xatırlayıram, bircə dənə xatırlatma eləyəcəm. Günel başqa universitetdən bizə perovod alıb gəlmişdi. Yəni dərs dediyim müddətdə bir gün gördüm ki, yəni çox kövrəlir. Həddindən artıq belə duyğusallanıb mənim üstümə gəlib. Allah rəhmət eləsin, bir müəlliməmiz var idi. Dərsdə Günel çox qəhrəman qızıdır da, qanından şəhid qanı axan bir qızdır. Deyib ki, biz niyə torpaqlarımızı işğaldan azad etmirik? Yəni bizim torpaqlar nə vaxta kimi erməni işğalında qalacaq? Müəllimə də deyib ki, ay qız, sən deyəsən müharibə istəyirsən, sənin atan şəhid olub, hamı şəhid olmalıdır. Yəni bu da bizim müəllimənin düzgün yanaşmaması da, Allah yenə rəhmət eləsin. Bu ağlayaraq üstümə gəldi. O gün bugün dedim, Günel, əlimdən tut. Nə qədər ki həyatdayım, əlim əlində olacaq. Mən səni heç vaxt buraxmayacağım. Yəni şükürlər olsun ki, bugün Günelin yanındayım, Günel mənim yanımdadır. Sağ olun hamınız. Siz hamınız mənim üçün dəyərlisiniz. Bugün üçün də xüsusi təşəkkürümü bildirirəm. Nə qədər təşəkkür eləsəm azdır. Yəni həqiqətən böyük sürpriz oldu mənim üçün. Sağ olun. Ha ha ha.